hər şey çox gözəl olacaqdır. Balı az olanlar qətiyyən həvəsdən düşməyin. İndi 2-ci Rus-Qacar müharibəsinə qulaq asırsınız. Qətiyyən yorulmayın, yorulmaq olmaz. Bir ay yorulmalı deyilik. Nə siz, nə mən. Oldu mu? Elə bilin ki, çətin bir yoldayıq, hamımız eyni yolu gedirik və bu yolda bir-birimizə dəstək olmalıyıq və davam edirik. 2-ci Rus-Qacar müharibəsi 1826-28-ci ili əhatə eləyir. Lakin 1814-cü ildə Tehran müqaviləsi imzalanır. Yoldaşlar, maraqlıdır. Tehran müqaviləsi nəyə görə imzalanır və burada məqsəd nədir? Unutmayın ki, Tehran müqaviləsi İngiltərə və Qacarlar arasında imzalanan müqavilədir. Burada hər iki tərəf bir-birinə söz verir də, o ki, bunu belə eləyəcəm və s. kimi şərtlərə gəlin baxaq. İngiltərə Qacarlara söz verir ki, mən sənə hərbi və maliyyə yardımı etməyi öz üzərinə alır İngiltərə. Bu əslində çox böyük bir yardımdır da, bunu qardaş eləməz. Sonra Qacarlar İngiltərəyə söz verir ki, mən Hindistana gedən sərhədlərin təhlükəsini təmin edəcəm. Bu belə. İngiltərə deyir ki, söz verir ki, Gürcüstan müqaviləsinin şərtlərinə yenidən baxılacaqdır. Yəni, baxılmasına kömək edəcəyinə söz verir. Bax, bu ingilislərin məsələsidir. İndi sən öz-özünə fikirləşsən ki, ay Allah, bu İngilis bu Qacara niyə bu qədər kömək eləyir? Nədir burada məsələ? Niyə kömək eləməlidir ki? İndi elə dövrdür ki, lap uzaqlar keçmiş dövr olsun da. Qardaş qardaşa kömək eləmir. Bu niyə elədi? İngilis məsələsində gəlin dayanaq ki, bu sizi beyninizi çox yormasın. Nə istəmir İngilis? İngilis Rusiyanın Cənubi Qafqazda möhkəmlənməsini istəmir. O cümlədən yaxın şərqdə Rusiyanın gücündən, mövqeyindən qorxur İngilis və var gücü ilə İngilis çalışırdı ki, buna əlbəttə ki, digər Fransa da aid olacaqdı ki, çalışırdı ki, Rusiyanı məhv eləsin və yaxud da zəiflətsin. Və bunun üçün Qacarlara kömək edirdi. Amma Rusiya isə öz üzərinə, Rusiya dövlətinə gəlin gedək, getdik Rusiyaya, təsəvvür ki, Rusiyadayıq. Kimin dövrüdür bu? 1817. Birinci Aleksandrın hakimiyyəti dövründəyik. Birinci Aleksandr istəyir ki, Qacarlarla dostluq münasibəti qursun. Nə olsun ki, birinci Rus-Qacar müharibəsində onu məğlub etmişdi. Bir çox Cənubi Qafqazda ərazilərə yiyələnmişdi. O istəyir ki, Qacarlarla münasibətləri biz düzəltmək istəyirik, nizamlamaq istəyirik. Ona görə Canişin 1817-ci ildə Canişin Yermalovu göndərirlər. Qafqazın baş hakimi olmuş, daha doğrusu. Qafqazın baş hakimi olmuş Canişin dedim, üzrlü sayın. Canişinlik 1844-cü ildə yaranacaqdır. Qafqazın baş hakimi Yermalovun fikrim qalıbdır Canişinlik dövrünü necə izah edeyim? Fikrim gedib ora, ona görə Canişin dedim. Deməli, Yermalovun dövründə Yermalovu göndərirlər Qacarlar sarayına. Yermalov gəlir, görür ki, yox, Qacarların nə dostluq etməyə, nə əməkdaşlıq etməyə niyyəti yoxdur. Və geri qayıdır, öz Aleksandra məktub yazır ki, bəs Qacarlar müharibəyə hazırlaşırlar və bunlara ingilislər kömək edir və həqiqətən də ingilislər hətta Tehranda və Təbrizdə metal tökmə zavodları inşa edirdilər. Qacarlara dayanmadan pul hərbi yardım edirdilər. Qacarların sərhəd qalalarını da möhkəmləndirmişdilər. Hətta İngiltərə deyir ki, qardaşın ölməyib, mən sənə Osmanlını da razı salacam ki, sənə kömək eləsin. Yəni, Osmanlı ilə da Qacarlar dövləti 1823-cü ildə əməkdaşlıq etməyə başlayır. Və nəticədə 1826-cı ildə 2-ci Rus-Qacar müharibəsi başlayır. 2-ci Rus-Qacar müharibəsində Qacarlar tərəfindən Abbas Mirzə idi müharibəyə başçılıq edən. 2-ci Rus-Qacar müharibəsi. Müharibənin əvvəlinə baxanda görürsən, əslində, məsələn, təsəvvür elə ki, belə bir vəziyyətdə həmin dövrdə nə fikirləşərsən? Fikirləşərsən ki, 100% Qacar udar. Çünki, bax, bu Osmanlı buna kömək eləyir. Azərbaycan xanları Qacarların tərəfindədir. Sonra burada Rus deyirəm, estağfurullah, İngilis bunun tərəfindədir. Dayanmadan hərbi maliyyə yardım edir. Amma Qacarlar 2-ci Rus-Qacar müharibəsində də uduzdu. Niyə uduzdu? Gəlin baxaq. Müharibənin əvvəli 1826-cı ildə yaxşı gəlmişdi. Bax, sizə düşən hissəni deyirəm. Ən böyük səhvi Abbas Mirzənin məhz Şuşanı 48 gün mühasirədə saxlaması idi. Və belə olan halda Ruslar 48 gün ərzində öz işlərini gördülər. Öz, belə deyək də, təhlükəsizlik, necə deyək, vəziyyəti ələ aldılar da. Hansı ki, Tiflisə qoşun topladılar, yeni qüvvələr Tiflisə göndərdilər və beləliklə müharibənin gedişatı elə 1826-da
rusların xeyrinə dəyişdi. Xeyrinə dəyişməsində səbəbi məhz Qacarların 48 gün Şuşanı mühasirədə saxlaması idi. 1826-cı ildə iki əsas döyüş olur, Şəmkir və Gəncə döyüşü. Sizdən soruşsalar ki, 1826-da bu Şəmkir, Gəncə olub. Bunların içərisində müharibənin taleyini həll edən döyüş hansıdır? Deyirsən ki, müharibənin taleyini həll edən Gəncə döyüşüdür və Gəncə döyüşündə qalib gələn tərəf əlbəttə ki, ruslar olmuşdur. Və belə. Və birinci Rus-Qacar müharibəsində tutula bilməyən ərazi hansı idi? Yadınızdadsa İrəvandır və İrəvan uğrunda da 1827-ci ildə gedən döyüşlər Sərdarabad və Cavanbulaq döyüşləridir. Cavanbulaq və Sərdarabad döyüşüdür və nəticə etibarilə oktyabr ayının 1-i 1827-də İrəvan qalası ələ keçirildi. Bax, birinci Rus-Qacarda tutulmayan İrəvan, ikinci Rus-Qacar müharibəsində ələ keçirildi. Və burada Naxçıvan xanlığı da 1827-də, onu da deyim ki, döyüşlü tutulan ərazilərdən biridir. Məhz İrəvanı tutduğuna görə İvan Paskeviçə deməli Yerevanski titulu verilmiş və müqəddəs görgü ordeni ilə təltif edilmişdir. Unutmayın, bundan sonra artıq ruslar Cənubi Azərbaycana doğru irəliləyir. Hətta Makoxoy, Mərəndi tutur. Təbrizi işğal edir 1827-də və Təbrizi idarə etmək üçün burada müvəqqəti idarə yaradır ruslar. Və 1828-in yanvarında Urmiyanı, fevralında Ərdəbili işğal edir və nəhayət axırda bu Qacarların danışıqları nəticəsində müharibə dayanır 1828-də və Türkmənçay müqaviləsi imzalanır. Türkmənçay müqaviləsi Cənubi Qafqaz və Şimali Azərbaycana Qacarlar dövləti olan iddiasından əl çəkir. Azərbaycan Cənubi Qacarların tərkibində qalır. Qacarlar Xəzər dənizinin Rusiyanın daxili dənizi olduğunu tanıyır. Xəzərdə hərbi donanma saxlama hüququ ruslara verilir və Qacarlar 20 milyon rubl təzminat ödəməli idilər. Ruslar Qacarlar dövlətinin istədiyi şəhərdə diplomatik nümayəndəlik və ticarət konsulluqları açmaq, ticarət etmək və qarşılıqlı ticarət əlaqələrini genişləndirmək hüququ alırdı. Bu da bu qədər. Neçə dəqiqə? 7 dəqiqəyə izah elədik.